Salam dəyərli dostlar, Telegram kanalında paylaşdığımız sualın izahı ilə sizi tanış etmək istəyirəm. Nümunədəki sifətlərlə bağlı uyğunluğu müəyyən etməliyik. Yalnız bir sifətə aid xüsusiyyət, bütün sifətlərə aid xüsusiyyət. Soyuqdan ağ dişlər, soyuq, ağ, dəyirdi bir-birinə, dərya dalğalanırdı qəlbimdə qan yerinə. Bu ev deyildi, yox, matəmxana idi artıq. Bir xəstə uzanmışdı yerdə, üst başı açıq. Deməli, burada uzanmışdı kim xəstə, necə uzanmışdı? Üst başı açıq uzanmışdı. Buradakı sifətlərin yalnız birinə aid və bütün sifətlərə aid xüsusiyyətləri müəyyən etməliyik. İkinci dərəcə üzvlərin vəzifəsində çıxış etmişdi. Yalnız birinə aiddir. Dəyirdi nə dişləri, hansı dişləri, ağ dişləri, niyə, nə üçün? Soyuqdan. Burada gördük ki, artıq ikisinə də aiddir. Ona görə biri uzanmışdı, kim? Xəstə, hətta üçünə də aiddir. İsim xüsusiyyətlərini daşımışdır. Burada soyuqdan sözü isim xüsusiyyətini daşıyır, bir də xəstə sözü. Ona görə iki də yalnız bir sifətə aid ola bilməz. Bütün sifətlərə aid xüsusiyyətlər müstəqil şəkildə cümlə üzvü kimi çıxış etmişlər. 3 doğrudur. Əlamət və keyfiyyəti normada olduğunu bildirir. Hamısı adi dərəcədə olduğu üçün 4 də doğrudur. Deməli, testin doğru cavabı 3, 4, C variantıdır.